nədir ki, otağını yığışdır da. Yəni yığışdıracam da, səhərdən də eyni şey deyirsən, nə olubdu? Ananın üstünə niyə qışqırırsan ay baba? Arvad gəl bizə bir iki dənə çay ver, bir atabala dərdləşəcəyik. Hə oğlum, bu ilk dəfə deyil mən səni görürəm ki, ana bunun üstünə qışqırırsan. Sənə xəbərdarlıq edim ki, heç yaxşı eləmirsən. Həmişə görməzdən, bilməzdən gəlirəm, amma səbrimin bir yerinə qədər. O bir anadan əlavə bir qadındır oğlum. Qadınlarla yol tapmaq əslində çox asandır. Onlarla bir şirin danışıq, dediklərinə əməl eləmək, üstlərinə qışqırmamaq, davranış qaydaları, onlar çox vacib amillərdən biridir. Yox, əmək elə demək. Atalardan əbəs yerə deyil ki, oğlum o misal. Analar müqəddəsdir. Doğrudan da analar müqəddəsdir. Yəni elədir. Analarla davranış qaydalarını bilmək lazımdır. Sənə bir ata məsləhəti oğlum. Çox peşman olacaqsan. Çox peşman olacaqsan. Mən xıttəyinə soğaram, hamısı canım. Mən ağrətə saçımı görmüsən. Mənim ağrətə saçımı görmüsən sən. Hə? Hamam sütət qoysa qaba ağappaqdır. Emosiyadır o. Nəysə, bu bəzi şərhlərə baxırdım bir yandan da. Şərhlərdə bəziləri tamamilə düşmür. Yəni bu əslində gülmək üçün, yəni belə bir şey təbii ki də eləmək olmaz.